Salam əziz abituriyentlər. Artıq bizim qəbul imtahanımıza tam bir ay vaxt qalmışdı və mən belə qərarı aldım ki, bu bir ay ərzində abituriyentlərə dəstək məqsədi ilə hər gün YouTube kanalımıza müəyyən dərslərin izahını və onlara uyğun qəbul tipli, yəni 1-ci və 4-cü qrupların qəbul tipini əhatə edən sualların izahını paylaşım. Biz bilirik ki, qəbul proqramımız 3 hissədən ibarətdir. Kimya fənni üzrə 1-ci ümumi kimya, üzvü kimya, qeyri-üzvü kimya bölmələrini əhatə eləyir. Demək olar ki, və sual bölgüsünə də gəldikdə isə demək olar suallar eyni bölgü ilə gedir. Ona görə də hər gün biz ardıcıl olaraq ümumi kimyadan üzvü və qeyri-üzvü kimya ardıcıl olaraq dərs izahlarının müəyyən bir hissələrini və onlara uyğun qəbul tipli test tapşırıqlarının izahını yerləşdirəcəyik. Zəhmət olmasa kanalımıza abunə olun və bildirimləri açıq qoyun ki, bu videolardan xəbəriniz olsun. Ən azından qəbulda, imtahanda bir faydasını görə biləsiniz. Bundan başqa linkləri paylaşın. Ucqar rayonda yaşayan bəzi abituriyentlərimiz var ki, onlara da biz dəstək olmaq məqsədi ilə əslində bu videonu çəkirəm mən. Onlara da bir faydamız toxunsun. İnşallah hər biriniz yüksək nəticə ilə istədiyiniz ali məktəbi qazanarsınız. Hər birinizə uğurlar arzulayıram.